Hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Bugün sizlərlə növbəti 10 suallıq sınaq izahını paylaşmaq istəyirəm. Başlayaq. Sual 1. Səriştəli sözünün fonetik təhlili ilə bağlı yanlış fikirləri seçməli. İlk olaraq tələffüz edək. Bəli, bu formadadır. Cavabımız olacaq C variantı. Yanlış fikirlər 1, 3, bir də 6. Görək niyə? 4 hecadan ibarət, tərkibində cingiltili qarşılığı olmayan samitlərin işləndiyi sözdür. Deməliyik ki, tərkibində kar qarşılığı olmayan samitlərin işləndiyi sözdür. Bir o səbəbdən səhvdir. Kar samitlə başlayır, cingiltili samitlə bitir fikri səhvdir. Kar samitlə başlayır, saitlə bitir. D samitinin kar qarşılığı işlənmişdir fikri səhvdir. D-nın elə özü işlənmişdir. Çünki biz samit axtarışında olanda mütləq tələffüzə baxmalıyıq. Variantımız C variantı. Digər şərtlərin düzlüyünün səbəbini deyək. İncə saitlərin ahəngi gözlənilmişdir fikri, bəli, doğrudur. Yazılış ilə tələffüz arasında bir fərqli məqam var, bəli, doğrudur. Hecalardan ikisi qarşılığı olmayan samitlə başlayır, bəli. Səriştəli, doğrudur. Doğrular 2, 4, 5, yanlışlar 1, 3 və 6. Sual 2. Verilmiş nümunədə zərfin mənaca hansı növü yoxdur? O, qapını açıb yavaş-yavaş içəri daxil oldu və otağın havasının tamamilə dəyişdiyini hiss etdi. Biz görürük ki, burada zaman yoxdur. Çünki tamamilə miqdardır. Yavaş-yavaş tərzi hərəkətdir, içəri yerdir. Variantımız oldu A variantı. Sual içindən davam edək. Səhv yazılan mürəkkəb adlardan ibarət cərgəni tapmalıyıq. Variantımız olacaq D variantı. Çünki belə deyək də, çay adları, küçə adlarında nəyə diqqət yetirməliyik? Kür çayı, Xəzər dənizi tiplərində sadəcə birinci sözün böyük yazılmağı kifayətdir. Daha çay sözünü böyük yazmağa ehtiyac yoxdur. Eyni zamanda küçə adlarında dırnağa ehtiyac yoxdur. Nizami böyüklə, küçəsi isə balaca ilə yazılmalıydı. Variantımız oldu D variantı. Sual 4. Mübtədası feillə ifadə olunan feili xəbərli cümləni göstərək. Məsələn, baxıram ki, bizim məktəb yeni binadadır. Xəbərimiz feili xəbər deyil, ismi xəbərdir. Təcrübə aparmaq elmi biliklərin əsas vasitəsidir. Burada da bir feili xəbəri hiss etmədik. Öyrənmək uğurun açarıdır. Burada da feili xəbər deyil. Yazmaq uşaqlar üçün əyləncəlidir. Burada da feili xəbər deyil. Elə məhz xəbərimizin feili xəbər olmasına əsasən biz cavabın A variantı olduğunu sübut etdik. Mübtədamız da feillə ifadə olunub, yəni bir məsdərlə ifadə olunub. İnsanın dünya görüşünü, bu da deməli 3-cü növ təyini söz birləşməsidir və cümlənin tamamlığıdır. Variantımız oldu A variantı. Sual 5. Hansı cümlələrin tərkibində vergül işlənməlidir? Variantımız olacaq 1, 3 və 4. Görək niyə? Kitablar masadadır, fikir bitir deyə vergül qoyulur. Masanın üstündə alma, banan və portağal var, həmcins üzvlər var deyə vergül qoyulur. Səhər tezdən durduğum fikir bitdiyinə görə vergül qoyulur. Çay içdiyim fikir bitdiyinə görə vergül qoyulur. Cavabımız Y variantıdır. Yadda saxlayın, buna görə də tipli bağlayıcılar sağ tərəfində vergül istəmir. Yadda saxlayaq, gəl ədət olduğuna görə vergül qoyulmur. 6-da da içəri heç kim girmədi. Burada vergül tələb eləyən və yaxud da bizim başımızı qarışdıraq xüsusi bir nüans yoxdur. Cavabımız oldu 5-də Y variantı. Uyğunluğu müəyyən edək. Aslı tərəfi isim olan söz birləşməsi, əsas tərəfi isim olan söz birləşməsini qruplaşdırmalıyıq. Variantımız olacaq D variantı. Baxaq, 1-ə qoymuşuq D-ni və Y-ni, 2-yə də qoyulub A, B, C. Baxaq, 1-ə. Bahar gələrkən uşaqlar oynamağa sevinirdilər. Uyğundur. Daha sonra kənd gözəli festivalda çıxış etdi, bu da uyğundur. 1-ə uyğun oldu D və Y. 2-yə baxaq, əsas tərəfi isim. Şagirdlər dərsdə
həmişəki qayda ilə oturdular. Bəli, qayda sözü əsas tərəfi isim olan birləşmə oldu. Daha sonra dünənin işi unudulmuşdu. Bəli, burada da əsas tərəfimiz olacaq isim. Sağlam fikir ona çox kömək etdi. Bəli, burada fikir sözü əsas tərəfdir və isimdir. Cavabımız olacaq D variantı. Biri quruluşuna görə fərqlidir. Televizor işləyir, lakin kanal dəyişməmişdir. İşləyir, televizor dəyişməmişdir. Kanal olacaq mürəkkəb. Futbolçu topu qapıya vurdu, amma qapıçı onu saxladı. Vurdu, futbolçu saxladı, qapıçı olacaq mürəkkəb. Astronavt kosmosa uçur, lakin raket gecikmişdir. Uçur, astronavt deməli gecikib, raket mürəkkəbdir. Açıldı qapı, qaçdı, it mürəkkəbdir. Pişik yataqda yatır, həyətdə gəzir. Yatanda pişikdir, gəzəndə pişikdir. Bütün işləri pişik görür deyə bu tip cümlələr quruluşca sadə sayılır. Sual 8. Hansı cümlədə kökü əvəzli olan leksik şəkilçili nitq hissəsi və əlavə olaraq da qrammatik şəkilçili əvəzli işlənmişdir. Maraqlı sualdır. Cavabımız olacaq C variantı. Baxın, qrammatik şəkilçili əvəzli var. Bir də kökü əvəzli olan leksik şəkilçili bir sözümüz var. Cavabımız C variantıdır. Burada və burada əvəzliklər var, amma hər ikisi leksik şəkilçilidir. Yəni bu şərt yoxdur orada. Burada qrammatik şəkilçili əvəzliyi var. Bu getdi. Burada qrammatik şəkilçili əvəzliyi var. Burada da. Burada leksik şəkilçili əvəzliyi var, amma qrammatik şəkilçili əvəzliyi yoxdur. Cavabımız oldu 8-də C variantı. Sual 9. Hansı cümlədə fərqləndirilmiş söz saydır? Variantımız olacaq Y variantı. Çünki 1 bunu hamıya demirəm, 5 bunu hamıya demirəm deyə bilmirik. O səbəbdən 1 ədatdır. Az oynadılar, hərəkətin yanında olduğuna görə zərfdir. Eyni sayın təkrarı zərf sayılır. Dəstə sözü də numerativ sözdür. İkisi, 5-i, 10-u bu tiplər olacaq say. Sual 10. Verilmiş nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? Səhər açıldı, işıqlar söndü. Düzdür, modal söz. Bunlar çıxdı. Gün boyu düşündüyüm heç bitmədi. Külək əsdi, yarpaqlar oynadı. Tək ki qəlbim sakit qalsın, heç yorulmadı. Bəli, cavabımız olacaq burada C variantı. Modal söz var, bir də ədat var. Belə dəyərli müəllim və müdavimlər, ümid edirəm ki, izahlar, sınaqlarımız yarayır işinizə. Əgər işinizə yarayırsa, o zaman bəyənməyi, paylaşmağı, təklif və iradlarınızı rəy bölməsində bölüşməyi unutmayın. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.